O hamıdan fərqlidir, amma fərqliliyi əlil arabasında hərəkət etməsi deyil, məhdudiyyətlərinə baxmayaraq böyük həvəslə, yaradıcılıqla məşğul olmasıdır. Qəhrəmanım Gülnarə xanım hazırda dizayner kimi çalışır. Elə çəkiliş əsnasında da işini yarımçıq qoymadan masa arxasına keçir və işinə davam edir. Əvvəlcə kompüterində işlənəcək naxşı yaradır. Daha sonra isə incə saplarla tikişə başlayır. Əngəl tanımayan müsahibimiz əl işi olan naxşını hətta xarici ölkəyə də satıb. Lakin müsahibim deyir ki, bəzən də əl işlərinin təqdimatı daha geniş auditoriyaya xitabı çətin olur. Bu da satışı zəiflədir. Ona görə də satışa kömək edən vasitənin olmasını arzulayır. Mən çox sevirəm. Əl işlərini çox sevdiyim üçün mən də dizaynerlik edirəm. Satışlarla məşğul ol. Müştərilər də müraciət edirlər. Sərgilərdə çıxırıq. İnsan ümid edir ki, bu əl işini düzəldirəm. Bu satılacaq, mən bundan qazanc əldə edəcəm də. Həmən qaydada ilə yaxşı olurdu. Portalın olması əlbəttə yaxşıdır. Həm daha mənə gəlir yaxşı qiymətə satılır. Xarici ölkələrdə satılsa, lap yaxşı olardı. Əl işləri ilə məşğul olan fiziki məhdudiyyətli şəxslərin işini asanlaşdıracaq. Portalın yaradılması Milli Məclisin iclasında da müzakirəyə çıxarılıb. Layihə vergi məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Portalda qeydiyyatdan keçmiş fiziki məhdudiyyətli şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq. Bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək. Elektron portal yaradılır və əlilliyi olan şəxs özü şəxsən heç bir yerə müraciət etmədən elektron portal vasitəsilə deyək ki, öz vergi fondunu yarada biləcək və bunu da belə deyək ki, onun yerinə elə qurumlar özləri həyata keçirəcəklər. Və eyni zamanda həmin o tutulan məbləğ daha sonra əlilliyi olan şəxsin hesabına köçürülərək əldə etdiyi gəlir özünə təqdim ediləcəkdir. Deputatın sözlərinə görə əldə edilən faiz ödəniləcək sığorta bazasına yönləndirilməyəcək. Nəzrin Müşfiq qızı, İbrahim Yusifli, TV Xəbər.